şirindir. Ne deyirse ya desin, öz dilimdir şirin dil. Ne deyirse ya desin, öz dilimdir şirin dil. Şirindir, şirindir, ana dili şirindir, 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 ana dili şirindir. Hem tabiptir hem melhem, şirin sohbet 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 şirindir. Şirin düşer, zülfüze şirin düşer, şirin düşer, zülfüze şirin düşer. Ferhat Kaya çapanda, yadına 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 şirin düşer. Şirin kimi, şirin kimi, güzel sev şirin kimi, şirin kimi, şirin kimi, güzel sev şirin kimi. Seven gençler isterim, Ferhat'la 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 şirin kimi. Dilimdir, dilimdir, alma dilim dilimdir, 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 alma dilim dilimdir. Beni xoşbəxt eyləyən öz sevimli 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 dilimdir. Şirin düşer, zülfüze şirin düşer, şirin düşer, zülfüze şirin düşer. Ferhat Kaya çapanda, yadına 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 şirin düşer. Axşamınız xeyir olsun, dəyərli Kanal S izləyiciləri. Artıq 2 həftəni geridə qoyduq. Bugün Azərbaycanın Ulduzu 3 istedad yarışmasının nəhayət 2-ci həftəsindəyik və bugün də yarışmamızı bir nəfər tərk edəcək. Əgər bu bir nəfərin sizin sevdiyiniz, bəyəndiyiniz, favoritiniz olduğunuz iştirakçının olmasını istəmirsinizsə, o zaman ekrana daha yaxın əyləşin, kanalı dəyişməyin. Çünki proqramın sonuna qədər səsvermə davam edir. Qeyd edim ki, səsvermə number1.az vasitəsilə həyata keçirilir. Google-ə daxil olursunuz, number1.az yazırsınız. Azərbaycanın Ulduzu 3 papkasına daxil olursunuz və burada əyləşən bütün iştirakçıların ad soyadları çıxacaq. Və qeyd edim ki, bir səs 1 manatdan hesablanır, əlavə heç bir ƏDV və ya faiz tutulmur. 1, 5, 10, 20, 50, 100, 250 və 500 səs göndərə bilərsiniz. Qonaqlarımızı salamlayıram, dəyərli şəhid analarımızı salamlayıram və Nahid səni salamlayıram, xoş gördük. Xoş gördük. Hər vaxtınız xeyir olsun. Ekran arxasında olan tamaşaçılarımızı, dəyərli ekspertlərimizi və iştirakçılarımızı salamlayıram. Hər birinə uğurlar arzu edirəm. Azərbaycanın Ulduzu 2 istedad yarışının iştirakçılarını da burada görürəm, qonaqlarımızdır.
xoş gəlmisiniz deyirəm sizə də. Bəli, onlar artıq qonaq qismində əyləşiblər və bu günlərim Azərbaycan Ulduzu 2 istedad yarışmasının həm qalibi buradadır, ikincisi də buradadır, üçüncü yerin sahibi də buradadır. Mütəmadi olaraq çalışırıq ki, bizim yarışmalarımızın yetirmələrini efirlərimizə tez-tez dəvət edək və təbii ki, tamaşaçılar da onları daha yaxından tanısın. Vaxt itirmədən istəyərdim ki, bugünkü müsiflər heyətimizi təqdim edəm. Bizim dəyərlimiz Şəhid Emin İsmayılovun bizə əmanəti Məlahət ana bizimlədir. Xoş gördük Məlahət ana. Salamlayıram. Necəsiz? Çox sağ olun. Mən də sizi salamlayıram, tamaşaçıları salamlayıram. Həqiqətən də çox darıxmışdıq sizlər üçün. Biz də çox, Sizə həqiqətən. çox təşəkkür edirəm. Yeriniz görsənirdi. Bəli, çox təşəkkür edirəm. Uğurlarınız həmişə bol olsun. Uşaqların uğurları bol olsun. Bayaq gələndə də yolda mən söhbət edirəm. Deyirəm ki, belə uşaqları bu cür yerlərə yönəltmək lazımdır. Bəli. Çünki uşaqları qoy tanınsınlar, isteddarı olsun. Sən uşaqları başqa yerlərə qalırlar, baş qatmaq üçün başqa şeylər eləyirəm. Amma bu çox gözəl. Sizə təşəkkür edirəm. Xoşdur. Kanalın rəhbərliyinə təşəkkür edirəm ki, belə bir şərait yaradıb sizə. Çox təşəkkür edirəm. Var olun. Allah sizləri var eləsin. Minnətdarımızı bildiririk və növbəti münsifimiz, bizim dəyərlimiz Şəhid Emin İsmayılovun elə həm anasıdır, həm xalasıdır. Sücayət ana bizimlədir. Xoş gördük Sücayət ana. Axşamınız xeyir olsun. Mən ekran başında olan izləyicilər də salamlayıram. Dəyərli münsiflər də, iştirakçılarımızı da. Mən də doğrudan sizin üçün çox darıxmışdım həqiqətən. Allah sizi var eləsin. Mən çox sizi ona görə çox sevirəm ki, yəni belə balaları ola bilər uşaqlar hər cürə yoldan azada bilərlər. Amma belə yerlərə gətirmək, belə istedadların üzə çıxartmaq bizim gələcəyimizi çox parlaq eləyir. Çox sağ olun, sizə minnətdarlığımı bildirirəm. Uşaqların hamısına da uğurlar arzu edirəm. Təşəkkür edirəm, var olun, xoşdur. Növbəti münsifimiz 300 nömrəli Vüqar Əvəzov adına tam orta məktəbin musiqi müəllimi və dərnək rəhbəri Vüsalə Seyidova. Xoş gördük. Mən də salamlayıram hamını, xoş gördük deyirəm və istedadlarımıza təbii ki, uğurlar arzulayıram. Sizə də təşəkkür edirəm. Növbəti qonağımız əslində qonaq deyil, ev yiyəsidir, amma efirləri çox sevir. Çox sevdiyi üçün də yoxundur mikrofonun. Bugün də qonaq olmaq istədi və onun bir neçə uğurları var, hansı ki, o uğurları ilə bağlı bugün danışılacaq. Təbrik edirəm əvvəlcədən. Həmkarımız aparıcı, müğənni, Respublikamızın əməkdar artisti Mətanət İskəndərlinin keçmiş gəlini Canana İskəndərli, xoş gördük. Keçmiş gəlini deyirəm, amma İskəndərli soyadı hələ də qalır. Onu sonradan alır özdə. Sonradan almısan özdə o. Mikrofon işləyir, Orxan? İşidirsiniz mən? Yox. O biri mikrofon. Söndürmüsən deyir, ona görə. Yox, elə idi. Olan şeydir, canlı efirdir. Salamlayıram hər kəsi. İlk öncə şəhid analarımızı, münsiflərimizi və Rəvanla Nahidi biz bir qrupayıq. Number One Production-ın rəhbəri, direktoru, mavini. Biz gözəl uğurlara yol açmışıq, balalarımızı tanıdırıq və istəyirəm ki, daimi olsun. İnanırsınız, bu verilişimizlə çox uşaqlar özlərini sübut ediblər. Bugün də çox maraqlı obrazda uşaqlar görürəm burada. İnşallah ki, daha maraqlı bir mövzuya toxunacağam. Kino filmlə də bağlı layihələrimiz qarşıda gözləyir. Nə deyim, Rəvan Türkiyədə getdik, orada da səs salmışıq. İnşallah bugün sizə onu açıqlayarsan. Ödüllə bağlı danışılacaq. Bəli. Birazdan təbii ki, bütün bunlarla bağlı ətraflı suallarım olacaq sənə və səninlə bağlı bir açıqlamam olacaq. Çoxdandır o açıqlamanı etmək istəyirəm, amma bugün vaxtı zamanıdır. Təşəkkür edirəm və növbəti qonağımız şair, publisist Pəri xanım Rəngbərli. Xoş gördük Pəri xanım. Yox, lazım deyil. Əvvəla xoş gördük sizləri. Hamını salamlayıram. Şəhid anaların qarşısında baş əyirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Mən Onami Production rəhbərliyinə böyük təşəkkürümü bildirirəm ki, belə gözəl uşaqları yetirir, gələcəyin yetirmələridir. Onları dəstəkləyək,
seçək içindən bir dənə yenə özü kimi bir qəhrəman çıxardaq. Yəni hamısı İnşallah. tanınır da, tanıdırıq. Bu tanıdmaq çox böyük bir, mükəmməl bir işdir. Təşəkkürümü bildirirəm. Təşəkkür olun, edirik. təşəkkür edirik. Orxan, reklama neçə dəqiqəmiz qalıb? Bir dəqiqəmiz qalıb. Zəhmət olmasa sənə göndərdiyimiz o fotonu ekrana verək. Bugün Məlayət anamız, Şəhid Emin İsmayılovun anası Məlayət ana, Şücaət ana, Emin İsmayılovun adına sinif açılıb və həmin açılışdan olan fotolardır. Təşəkkürümüzü bildiririk. Xüsusi təşəkkürümüz Tünzalə müəllimiyədir. Direktor adı Direktorun adı? Elza xanıma xanıma. çox böyük təşəkkürümüzü bildiririk. Doğrudan da çox bir möhtəşəm bax Tünzalə müəllimədir. Yəni xeyirxahdır, həmişə yəni belə tədbirlərdə də kömək olur. Elza müəllimə Rafael Hüseynov adına 49 nömrəli Səbail rayon məktəbidir. Bax, xüsusi hazırlıq Çox gözəl. görülür. Təşəkkürümüzü bildirir və alqışlayırıq. Alqışlayırıq. Bax, Təşəkkürümüzü xüsusi bildiririk. geyimlərlə Eminin adına 3 nömrəli Cem məktəbidir, sinifidir. Yəni biz onlara təşəkkürümüzü bildiririk. Çox möhtəşəm bir gün o Eminin adından bir dənə məclis hazırladılar, tədbir keçirdilər. Yəni öz təşəkkürümüzü bildiririk. Biz də Müəllim təşəkkürümüzü kollektivinə, bildiririk. direktora, Tünzalə müəllimiyə, Elza müəllimiyə. Var olun Şücaət ana. Reklamların vaxtıdır dəyərli izləyicilərimiz. Reklamlardan dərhal sonra qaldığımız yerdən davam edəcəyik. Bəli, reklamlar bitdi və yenidən sizlərin qarşınızdayıq. İlk iştirakçımıza keçən həftənin qalibi SMS kodu 7 olan Əli Nağıyevi dəvət etmək istərdik. Xoş gəlmişsən Əli. İştirakçılarımız alqışlanmaq istəmir, Əlinə alqışlayaq. Xoş gördük Əli. Buyur, salamlaş, müraciətini et. Hamını salamlayıram. Sabahçı Beynəlxalq 8 mart bayramı münasibəti ilə başda anam və bacım olmaqla bütün qadınların bayramını təbrik edir. Şəhid anaların qarşısında isə baş əyirəm. Bu gün deyəcəyim şeir, yəni Cəfər Cabbarın ana şeirini isə bütün analara həsr eləmək istəyirəm. Təşəkkür edirik. Musiqimiz, fon musiqimiz səslənsin. Əli Nağıyev, SMS kodu 7. Əgər bütün bəşəriyyət ədüvvi canım ola, ürək süqut eyləməz aldığı mətanətdən, rica-vı xəffə məkan vermərəm gər alimlər, min ildə vəz edələr, dəhşət-ü qiyamətdən, pələnglər tuta dövrüm, çəkinmərəm əsla, və ya ki, vəd edələr dövləti cahanı mənə, ki bir kəsə baş əyib iczimi bəyan eləyim, əyilmərəm nə ki yer, versələr səmanı mənə, yanımda gərdura cəllad, əlində şəmşiri, ölüm gücü ilə mənə hökm edə olum təslim, əyilmərəm yenə haşa, ölüm nədir ki onun gücü ilə xalqa həqiranə eyləyim təzim, cahanda yox elə bir qüvvə baş əyim ona mən, fəqət nə güclü, zəif bir vücud var yahu, ki hazıram yıxılıb xaç payına hər gün öpüm ayağını icz ilə. Kimdir o? Nədir o? Ana, ana, o adın qarşısında bir qul tək həmişə səzdədə olmaq mənə fəxarətdir. Onun əli ilə bəla bəhrinə yuvarlansam, yenə xəyal edərəm, bəzmi istirahətdir. Əsey külək, bağır ey bəhri biyaman ləpələn, atıl cahana sən, ey yıldırım alış, parla, gürulda taq-i səmavi, gürulda çatla, dağıl, sən ey günəş, yağışın yağdır ey bulud ağla, bunlar mənə əsər eyləyərmi? Mütləqa yox, yox, fəqət ana, o adın qabağında, o pak bağrına bassın məni, desin layla, təbəssüm oynadaraq titrəyən dodağında. Bütün vücudum əsər, ruhum eyləyər pərvaz,
uçar səmalara o aləmi xəyalətdə. Yatar, ölər bədənim, nitdən düşər bir söz. Ana, ana, sənə mən rahibəm itayətdə. Əlin Ağıyev, SMS kodu 7-dir Əlinin. Təşəkkür edirik və fürsətdən istifadə edib, bilirsiniz ki, sabah 8 mart Beynəlxalq Qadınlar Günüdür və bu münasibətlə bütün analarımızı, bacılarımızı, nənələrimizi, bütün xanımları təbrik edirik, başda şəhid analarımız olmaqla. Bir alqışlayaq xanımları və Məlayət ana, eşidək sizin fikirlərinizi, Əlinin şeiri ilə bağlı fikirlərinizi bildirin. Əli o qədər gözəl dedi şeiri, hətta məni kövrəltdi. Çox gözəl. Uğurların bol olsun. O qədər onun o dedikcə duyurdu şeiri. Çox gözəl. Uğurların bol olsun. Təşəkkür edirik. Çox gözəl. Süzayət ana? Çox xoşuma gəldi Əlinin. Həqiqətən də kövrəldim. Allah ona can sağlığı versin. Duruşu, danışığı, hərəkəti, geyimi, yəni hamısı bir-birinin tamamlayır. Əliyə mən uğurlar arzu edirəm. Çox xoşuma gəldi Əli. Mən səni gələcəkdə bax bu yolda görmək istəyirəm. Allah sənə can sağlığı versin. Allah sənin valideynlərə can sağlığı versin ki, yəni sənin irəli getməyi istəyirlər. Təşəkkür edirəm valideynlərə. Səhnəyə də çox gözəl yaraşır. Çox gözəl, səhnəyə də çox gözəl yaraşırsan. Uğurların bol olsun. Və Əlini bu cür möhtəşəm hazırlayan müəllimi buradadır. Vüsalə xanım, buyurun. Əli bir həftədir hazırlaşır, məhz analar sizin üçün. Gözəl, gözəl. O sözü də deyə hazırlaşır ki, orada şəhid analarımız var. Mən onlar üçün baş əyəcəm. Çünki onlara vəsf edirəm bu şeiri ki, yəni hələ azdır. Bu şeirlər sizə görə azdır. Çox sağ ol Əli, çox gözəl dedin. Fikirləşdiyimdən də çox gözəl dedin. Afərin sənə. Təşəkkür edirik. Canana? Mən çox bəyəndim. Həm səhnəyə çox yaraşır, həm də intonasiyası çox gözəldir. Fikirləri çatdıra bilir insanların beyninə. Uğurlar arzulayıram sənə. Təşəkkür edirik. Pəri xanım? Demək ki, o qədər sərbəst, o qədər gözəl şeir dedi ki, elə bil sığmadı da, salona sığmırdı onun səsi. Onun ana, ürəklə ana çağırmağı, bütün anaların ürəyini qopartdı, mənə elə gəlir. Təbrik edirəm oğlum. Uğurlar arzu edirəm sənə. Təşəkkür edirik. Və dəyərli izləyicilərimiz, Əlin Ağıyevi bu yarışmada görmək istəyirsinizsə, number1.az saytına daxil olub 1, 5, 10, 20, 50, 100, 250 və 500 səs göndərə bilərsiniz. Qeyd edim ki, Əli hal-hazırda gözləmə otağındadır. Növbəti iştirakçını təqdim et, Nahid. Bəli, növbəti iştirakçımız keçən həftənin ikincisi, SMS kodu da 2 olan İbrahim Qafarovdur. Xoş gəlmişsən İbrahim. Rəqsi ilə bizim qarşımızda olacaq. Buyur, salamlaş, müraciətini et. Hər kəs salamlayıram. Azərbaycan xalqını salamlayıram. Qarşıdan 8 mart bayramı münasibəti ilə bütün anaları, bacıları təbrik edirəm və şəhid anaların qarşısında baş əyirəm. Mən Azərbaycan xalqından səs istəyirəm. Babam, atam, başda Zəki əmim və Elvin dayım olmaqla Tacəddin əmimdən, Süləddin əmimdən, Samir əmimdən, Nazim əmimdən səs istəyirəm. İcazənizlə əksimi nümayiş etdirir. Buyur, səhnə sənindir. Musiqimiz səslənsin. İbrahim Qafarov, SMS kodu 2.
Təşəkkür İbrahim edirik. yordu. İbrahim Qafarov, SMS kodu 2. Necəsən İbrahim? Çox sağ olun, yaxşıyam. Kimlərdən səs gözləyirsən özəl olaraq? Özəl olaraq Azərbaycan xalqına səsləyirəm. Tənqi nəfəs ol. Atamdan, babamdan, əmlərimdən başda Zəka əmim və Elvin dayım olmaqla Sürəddin əmimdən, Tacəddin əmimdən, Gör Məlahat ana Samir əmimdən və Nazim əmimdən səs gözləyirəm. Məlahat anadan, Şəhidələrin Sücayət qarşısında anadan, başlayıram. sonra Baş üstə. Məlahat anadan gözləyirsən, sonra Suzayət anadan gözləyirəm. elə onların burada olmaqları dəstəkdir sənə. Hamıdan səs gözləyirəm. Ay İbrahim, sən get-gedə gözəl hərəkətlərin üzə çıxır ha. Çox gözəl oynadın. Çox sağ olun. Bəyəndiniz? Çox gözəl. Çox qəşəng oynayır. Ümumiyyətlə rəqs müəllimin var. Bəli. Kimdir? Rəqs müəllimim Cazazadlıdır. İdman müəllimim isə Təbriz Qasımov, dünya çempionudur. İdmana da gedirsən. Hə, Bəli. bazar günü də yarışı var. Kimboks üzrə bazar günlərimdə baş çempionatında olacam. İnşallah. Alqışlayaq. Uğurlar sənə İbrahim. Bizim iştirakçılarımız istedadlıdır hər tərəfdən. Bəli. Sücayət ana? Doğrudan da çox xoşuma gəldi. Onun bilirsiniz də, ayaq hərəkəti, əli, onun sifətinin gülüşü, yəni hardasa rəqsə gedən o hər bir yeri tamamlamalıdır da. Gülüşü, hərəkəti çox gözəl mənim xoşuma gəldi. Çox sevdim. Mən onun Naxçıvanlılardan, Samir əmisi eşitsin, Samir əmisindən, İbrahim babasından. Samir əmisi eşitsin, səslər zəif gəlir İbrahimə. Hə, İbrahim babasından, bütün qohumlarından, Naxçıvanlardan mən İbrahimə səs istəyirəm. Əgər İbrahim çıxsa, onlar mənim qarşıma çıxmasınlar, səs göndərsinlər. İbrahim, Samir əmisi səs göndər. İbrahim babası, hamısı səs göndər. Atası Elvin, dayısı Elvin, hamısı səs göndərsin. Təşəkkür edirəm. Salə müəllimə, buyurun. Çox ürəklə oynadı. Maşallah olsun. O özündəki mimikanı elə bir ki, ürəkdən, canı, dildən, elə o özü bir yaraşıq verirdi sənin rəqsivə. Afərin sənə, uğurlar arzulayıram. Təşəkkür edirik. Canana. Mən də İbrahimdə o əsas o sima, üzü gülər, o mənə çox xoşuma gəlir. Rəqsi elə təqdim edir, ruhu dincəlir insanın. Çox gözəl, möhtəşəm. Təşəkkür edirik. Təşəkkür edirik Pəri xanım. Bütün oyuna başlayandan o üzündəki xoş təbəssüm başqa bir cür təsir elədi. Çox xoş. Təbrik edirəm oğlum. Sağ olun. Uğurlar. Çox gözəl. Təşəkkür edirik və üzr istəyirəm. İbrahim Qafarovu bu yarışmada görmək istəyirsə, dəyərli izləyicilərimiz, SMS kodu 2-dir. number1.az saytına daxil olub 1, 5, 10, 20, 50, 100, 250 və 500 səs göndərə bilərsiniz. Buyurun, Nahid, söz səndədir. Bəli, növbəti iştirakçımıza keçid almaq istərdik. SMS kodu 10 olan Raul Məmmədov. Xoş gəlmişsən, Raul. Buyur, salamlaş və müraciətini et. Hamınıza salamlar. Özellikle şeytanlarımızın karşısına baş eğiləm. Allah balalarına rəhmət eləsin. Bizi qabağımızdakı bir Qızlar Bayramı üçün bütün xanımların bayramı təbrik edirəm. Mənim eləyəcəyim şey şeirdir. Fon musiqimiz səslənsin, mərkəzə gəl. Və şeirini səsləndir. Fon musiqimiz səslənsin. Raul Məmmədov, SMS kodu 10. Kəlbəcər, Blatın, yolları geniş açın, yollara işıq saçın, komandan ilham gəlir. Çox dedik ayıl oyan, əməlindən bir utan, rəzil oldu Paşinyan, komandan ilham gəlir. Yallı gedirdin necə, oxşardın bir gecə, arzuları qaranlıq gecə, komandan ilham gəlir. İğne sapa batmadı, dediklərim heç çatmadı, ağlına heç batmadı, komandan ilham gəlir.
Gündə girər bir doda, qalıbsan yana yana. Axırı çatıb sona, komandan ilham gəlir. Bir boşan kəndləri, şəhərləri kəndləri. Ordum gedir irəli, komandan ilham gəlir. Təşəkkür edirik. Raul Məmmədov, SMS kodu 10. Raul da yeni qatılıb aramıza. Ötən həftə qatılıb yarışmamıza. Məlayət ana. Uğurları bol olsun. Qəşəng dedim. Qısa konkret. Təşəkkür edirəm. Sücayət ana. Raulun yəni biraz həyəcanlı oldu. İlk efiri. Yəni aşağı gözləmə zalında mən danışdım. Raul bizi yəni hər dəfə baxırmış. Sevinir ki, biz şəhid anaları buradadır. Yəni biraz çaşdı, amma yəni həyəcanlı oldu. Mən aşağıda öyrəndim ki, Raulun əsli Xocalıdandır. Mən arzu eləyirəm ki, Raul Xocalıda ən böyük vəzifədə, yəni bu şeirləri ilə danışsın, tanıtsın. Ona çoxlu uğurlar arzu eləyirəm. İnşallah. Ona da yəni səs istəyirəm. Bütün Qarabağlılardan, bütün Azərbaycandan. Uğurları bol olsun. Təşəkkür edirik. Vüsalə xanım. Uğurların bol olsun, nə deyim. İnşallah, yaxşı olar. Təşəkkür edirik Canana. Raul, sən neçənci sinifdə oxuyursan? Azərbaycan sektorunda yoxsa rus bölməsində? Azərbaycan. Komandan sözünü biraz tam yaxşı komandan, bir də deyə o yerini. Komandan. Onu nəsə düzgün vurğulamırsan, biraz tam açıqlamırsan da fikri çatdıra bilmirsən. Canana, nəzərə alaq ki, nəzərə alıram. Sadəcə mən deyirəm ki, yadında qalsın, bir daha deyəndə onu qəşəng deyərsən. Komandan, sən orada komandan deyən. Bizim də ilk səhnədə çıxışlarımız olub, kameradan çəkindiyimiz anlar olub. Bilirəm, mən ona deməliyəm ki, o artıq bilsin səhvini. Biz uşaqların səhvlərini deməklə onlara yaxşılıq edirik. Canana, bir bax mənə, gör nə deyirəm. İlk efirdən olmaz da demək, çünki ilk efiridir. Yəni, bir neçə efirdə əgər bunu görürüksə, bu iradları məni dinlə Canana. Yəni, fikrimi söyləməklə mən ona pislik eləmirəm. Mən istəyirəm ki, o daha yaxşı anlasın. Qızım, gör nə deyirəm. Uşaq həvəsdən düşüb, gələn həftə daha pasiv çıxış eləyə bilər. Başa düşsən nə demək istəyirəm? Əksinə. Mən onu bəyənirəm, vücudunu bəyənirəm, saç düzümünü bəyənirəm. Yəni, çox səhnəyə yaraşır, çox da mükəmməl, yəni mədəni ilk addımlarımızda mükəmməl şəkildə efirə çıxmamışıq. Yəni, bunu etiraf etmək lazımdır. Komandan sözünü biraz daha canlandırsaydı. Biz yəqin ki, həyəcanlanır. Onu inşallah gələn həftə o iradlarımı nəzərə alar Canana. Daha mükəmməl şəkildə çıxış edər. Yəni, daha yumuşaq demək olar. Digər uğurlarımı gözləyirəm. Çox sağ olun. Təşəkkür edirik. Pəri xanım. Bu uşaq demək olar ki, Raul həyəcanlandı da, sadəcə şəhid analarını gördü, danışdı biraz. Gördüm ki, tutuldu da. Onu bağışlamaq da olar. İnşallah gələn dəfə daha yaxşı deyər. Çox sağ olun. Uğurların bol olsun bala. İnşallah. Bax, belə Pəri xanım. Bağışlamaq olar. Təbii ki, onlar uşaqdırlar. Onlar yeni-yeni qatılırlar aramıza. Və nəzərə alaq ki, bu uşaqlar keçən həftə yarışmada var idilər, amma Raul bu həftədən qatılıb. Onun xəbəri yoxdur yarışmanın formatından, yarışmada nələr baş verir, nələri olar, nələri olmaz. İnşallah ki, gələn həftə bunların hamısı Gələn nəzərə həftə alır. yaxşı deyər, mükəmməl deyər. Və bilirəm ki, daha gözəl çıxışla qarşımızda olacaqsan. Təşəkkür edirik və özəl olaraq kimlərdən səs gözləyirsən, buyur müraciət et. Atama səs istəyirəm. Atamın dostlarından əvlərimə, bir də kirvəmə. Alqışlayaq Raulu. Və Raulun başqa bir istedadı da var Canana. Gələn həftə, bax elə səni şok edəcək Raul. Şəxsən mən özüm onunla məşğul olacağam. Mən də istəyirəm ki, məni şok etsin. Fərqli digər istedadları da var. İnşallah ki, yarışmamızda qalsa, növbəti həftəyə keçsə və buradan müraciət edək ki, Raula səs versinlər ki, növbəti həftəyə keçsin, bir şans qazansın və gələn həftə daha fərqli çıxış etsin. Və Rəvan bəy, mən bir dənə fikir söyləmək istəyirəm. Yəni, bizim uşaqlarımız hamısı çox möhtəşəmdir, vücud olaraq. Elə Raul və buradakı bütün iştirakçıları ayın 10-u kastinqə dəvət edirik. Filmin çəkilir, sığınacaqda yaşayan uşaqlar barəsində film olacaq və bu bütün uşaqları kastinqdə görmək istəyirəm. Valideynlər yəni buradan duyursa gətirsinlər. İnşallah yəni Raula da orada rol verərik. Özünü orada sübut edər. İnşallah. Hələ bu Azərbaycan ulduzunda özlərini inşallah təsdiqləsinlər, orada gələrlər zamanla. Neçə dəqiqəmiz qalıb reklama, Orxan?
Hə, reklamların vaxtıdır dəyərli izləyicilərimiz. Reklamlardan dərhal sonra davam edəcəyik. Bəli, növbəti iştirakçılarımızı dəvət etmək istərdim. Növbəti iştirakçılarımız SMS kodları 9 olan Kamal və Əlidir. Buyur, gəl, əyləşməklə. Sən də gəl balam. Xoş gəlmişsiniz. Bugün ilk efirləri də onların həyəcanlıdırlar. Buyur, özünü təqdim et. Adın nədir? Kamal Neçə yaşın var Kamal? 6. Bugün tamaşaçılara nə göstərəcəksiniz? Necə çıxış edəcəksiniz? Çəkiliş, model kimi. Buyur, sən də adın Əlidir. Bəli. Aha, neçə yaşın var Əli? 5. 5 yaşın var. Kamaldan balacasan sən? Yox. Və Kamalın 6 yaşı var. Hə, 6 yaşı var. Onu böyük. Həyəcanlısınız. Musiqimiz səslənsin və onları hər yerdə qardaş kimi tanıyırlar. Oxşurlar həm geyimləri, həm saç düzümləri, həm səhnədəki bir-birlərini tamamlamaqları, amma qardaş deyirlər və bugün yarışmamıza qatılmaqda məqsədləri tanınmaqdır. Çünki bir çox layihələrdə iştirak ediblər və insanların sevgisini qazanıblar. Baxmayaraq ki, yaşları azdır. İnşallah ki, bugün də burada əyləşən həm münsiflərin və tamaşaçıların sevgisini qazanarlar. Buyursunlar. Musiqimiz səslənsin. Kamal və Əlini izləyək. Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm. Bugün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Bu dünyanın bir adı var, canım benim memleketim. Güneş gibi daim yanar, odlar yurdu məhəbbətim. Koyacaksın zirvelere, o yenilmez bayrağımız. Kayıdacak bir gün yine, her bir karış torpağımız. Çizeceğiz sanlı koşkular arzulayım. Her birinin öz yeri var, benim elim dolma diyar. Güzelliğine o bir bahar, geleceğe ışık saçar. Kurban olum Azerbaycan, bu müqəddəs torpağına. Baxdı bir gid evladına, qoy sevinsin her bir ana. Kurban olum Azerbaycan, bu müqəddəs torpağına. Baxdı bir gid evladına, qoy sevinsin her bir ana. Sözü var, hürmeti var, ülkelerin arasında. Belə güzel, belə zengin, var dünyanın arasında. Vətənimin məğrur gücü, özü değil ilhamı var. Kamal və Əli qardaşları. Daha doğrusu dostları. Bax, görürsünüz, mən də qardaşlı dedim. Çox istedadlı balalarımızdır və qeyd etdiyim kimi model kimi çıxış ediblər. Və dəcəldilər. Əlidir balaca. Kamal. Kamal. Kamal böyükdür, Əli. Mən Sən Kamalsan. 6 yaş. Sənin adın nədir? Sənin adın Əlidir, o Kamal. Mənim 6. Hə, sən ondan böyüksən. Ona görə Kamal Əlini idarə eləyir. Can. Necə təəssürat yaratdı sizdə Məlayət ana? Çox şirindilər. Bəli. Çox qəşəng. Adam istəmir səhnədən çıxsınlar. Rəvan bəy, siz onun gedişəndə o getmək qaydası gördünüz nə gözəl idi. Necə gözəl idilər. Çox qəşəng. Uğurları bol edirəm. olsun. Çox da şirindilər. Bəli, sizsiz. Çox yaxşıdılar. Allah Taala uğurların bol eləsin. Rəvan bəy, sizə o qədər təşəkkür eləyirəm. O Xoş, qədər var olun. sizlərə təşəkkür eləyirəm ki, bu cür uşaqları çıxardırsınız üzə. Mən çox bəyəndim. Bugün ümumiyyətlə çox xoşum gəldi. Hamısı gözəldilər. Hamısı qəşəng iştirak eləyirlər. Var olun, Allah təşəkkür həmişə edirəm. uğurların bol eləsin. Var olun. Sücayət ana. Çox sağ olun. Ən birinci valideynlərinə minnətdaram. Sizə minnətdaram ki, bu uşaqların istedadlarını valideynlər üzə çıxardır. Siz üzə çıxardın, maşallah. Səhnəyə də yaraşıqları gözəldir, özləri də gözəldir, hərəkətləri də. Uğurları bol olsun. Təşəkkür edirəm Müsalə xanım. Fərqli geyimləri var. Görünür
Aynur gələcəyin modeli obrazındadılar. Oca ki, modelliyə hazırlaşırlar. Uğurlar arzulayıram. Sərbəstdirlər, maşallah. Səhnə adamlarıdır əsl. Təşəkkür edirəm ki, belə uşaqları ərsəyə gətirirsiniz. Uğurlar arzulayıram. Təşəkkür edirəm Canana. Əməkləri də var. Mükəmməl, yəni ki, model olaraq, yəni o qədər gözəldirlər ki, fotomodel də olar bunlardan. Kəmaldır da, o birinci Kəmal. Balaca, hə, Kəmaldır. O birisi Əli. Əlinin geyimini çox bəyəndim. Hətta özümə belə bir konseptdə geyim istəyərəm. Mənə çox maraqlıdır ki, bunlar necə olub ki? Kimdə nə görürsə deyir, onu mənim istəyərəm, də 100% istəyərəm. Mənim də Həqiqətən olmalıdır, çox deyir. gözəl düşünülmüşdür. Valideynlərinə təşəkkür edirəm. Zövqlü geyindiriblər. Saç düzümləri də fərqlidir. Çox yaraşır. Səhnə üçün yaranıblar bu uşaqlar. Canana, təsadüfən saç düzümünü də o cür istəmirsən? İstəyirəm. İstəyirəm və bizim o biri verilişimizə də dəvət eləmək etmək hazırlaya bilər. Rəvan bəy üçün onun model formasını hazırlayıb. Doğrudan. Çox mükəmməllər. Bizim o biri verilişimizə, model verilişimizə də gəlsə. Bəli, bəli, bəli. Eynisindən. Çox qəşəngdir. Bəli, Hicran xanımı salamlayırıq, dəyərli modelyerimiz. Müraciət edərik, sənin üçün təşkil edərik. Bunların ikisinə də. Geyimin də həll olundu, amma saça söz vermirəm Canana. Saçı artıq Kamal və Əlinin valideynindən soruşarsan. 5-6 yaşında uşaqlar, yəni ki, şirindilər, əsl Azərbaycanın gözəl balaları. Gör necə sevinirlər, bax özlərini orada ekranda görürlər, uşaqlar gör necə sevinirlər. Bəli, sizə də təşəkkür edirəm ki, belə bir verilişdə, belə bir uşaqları tanıtmağa şərait yaradırsınız. Təşəkkür edirəm Canana və Pəri xanım, siz də eşidək. Bu uşaqlar o qədər şirindir ki, adam istəyir tutub bunları öpsün ilə bağırına bassın. Bunlar nəinki model, yaxşı kinoda da, kino aktyor ola bilərlər bunlar, gözəl. O saç düzümlərinə baxın, bunların hərəkətlərinə, əlinin yerişinə baxdınız siz. Balacadırlar, hələ bunlar başa düşmürlər. Gələcəkləri qabaqdadır. Təbrik edirəm, gələcəyin aktyorları, modelləri kimi. Təşəkkür edirik və dəyərli izləyicilərimiz Kamal və Əlini bu yarışmada görmək istəyirsinizsə SMS kodu 9-dur. number1.az saytına daxil olub 1, 5, 10, 20, 50, 100, 250 və 500 səs göndərə bilərsiniz. Nahid, buyur, söz səndədir. Bəli, növbəti iştirakçımız SMS kodu 8 olan Meyrənsə Mürsəlova. Xoş gəlmişsən Meyrənsə. Uşaqlarımız pasiv iştirak edirlər. Xoş gəlmişsən. Buyur, salamla müraciət edir. Öncəliklə bütün kanal izləyicilərini salamlayıram. Başda şəhid anaları olmaqla əllərindən öpürəm. Baş əyirəm onların qarşısında. Və qarşıdan gələn 8 mart bayram münasibəti ilə hər birinizi təbrik edirəm. Biz də səni kollektivimiz adından təbrik edirik. Bugün sizə təqdim edəcəyim şeir Mən bizim anaları günəşlə tən tuturam. Cabir Növruzə məxsus şeiri təqdim edəcəm. Buyur, mərkəzə keç. Meyrənsə Mürsəlova, SMS kodu 8. Mən bizim anaları günəşlə tən tuturam. Onlara gül çələngi məhəbbətdən tuturam. Əlvan qövsü güzehdən min cür rəng istəyirəm. Onlara od verirəm ürəyimin odundan. Övladların adından, oğulların adından əyilməz analara əyilmək istəyirəm. Söz qoşmaq istəyirəm ən cavan analara. Ömrünü bizə verib qocalan analara. Bizə laylaları ilə xoş həyat verənlərə. Toyumuzu görəndə 100 il gəncləşənlərə, qadın adlı xilqətə, ana adlı bəşərə sevgi dolu mahnılar oxutmaq istəyirəm. Oğulları döyüşdən geri dönməyənləri, fəqət ürəklərində ümid sönməyənləri, bir gecədə saçını ağappaq hörənləri, bir gözü ilə ağlayıb biri ilə gülənləri, övlad məhəbbəti ilə isitmək istəyirəm. Ürək hərarəti ilə isitmək istəyirəm. Mən bizim anaları günəşlə tən tuturam. Onlara gül çələngi məhəbbətdən tuturam. Əlvan qövsü güzehdən min cür rəng istəyirəm. Onlara od verirəm ürəyimin odundan. Övladların adından, oğulların adından əyilməz analara əyilmək istəyirəm. Təşəkkür edirik Meyrənsə.
kövrətdin analarımızı. Məlayət Hanım. Şeir dedin. Çox ürəklə. Çox ürəklə dedin. Çox sağ ol. Uğurların bol olsun. Allah sən gün o gün olsun. Bax belə səni efirlərdə belə aktyor kimi, şeir deyən kimi hər zaman görək. Çox gözəldir. Allah səni var eləsin. Təşəkkür edirik. Bol olsun. Məlayət Hanım, var olun. Sücayət Hanım. Çox sağ ol qızım. Mən səni çox bəyəndim. Mən həmişə sənin həyat yolunu parlaq görmək istəyirəm. Həmişə zirvələrdə olasan. Çox səhnəyə də gözəl yaraşırsan, gözəl də şeir deyirsən, çox duyğulandırdın məni. Allah sənin həyat yolunu açıq eləsin. Sənin valideynlərinə də can sağlığı versin. Mən yəni bu uşaqları sevənlərdən bunlara SMS, bu qızımıza SMS istəyirəm. Təşəkkür edirik, var olun. Təşəkkür edirəm sənə. Və Meyrənsənin müəllimi bu şeiri bu cür möhtəşəm şəkildə hazırlanmasında onun əməyi var. Vüsalə xanım, buyurun. Çox sağ olun. Təşəkkür edirəm. Əsas əmək onların özünündür. Əli də, Meyransa da çox zəhmətlə, çox əmək veriblər bu şeirləri öyrənmək üçün. Onlar hətta dərs arası, hər tənəffüsdə belə qaçıb gəlib, müəllimə bu şeiri təkrarlayaq, bu şeiri öyrənək, bu şeiri bir də burasını belə deyək, çox mükəmməl öyrənmək üçün onu çox cəhd eləyiblər və afərin sizə uşaqlar. Çox gözəl. Yəni, çox sağ olun. Mən bilmirdim o. Təşəkkür edirik. Canana. Meyrənsə, mən səni tanımaq istərdim. Bilmək istərdim ki, sənin valideynlərində də şair varmı? Yoxsa sən hardan bu gücü hardan alırsan sən? Müsalə müəllimədən. Bəli. Mən səni jurnalist görürəm artıq gələcəyində. Bilirəm ki, sən də bu sənəti seçəcəksən. Çünki çox yaraşırsan, yəni fikirləri gözəl çatdıra bilirsən. Yəni hökümlü qızdır, iddialı qızdır baxışdan. Elədirmi? Dərslərin də məncə əlaçı olar. Bəli, istədiyini həmişə həll etməyi bacaran, bacarıqlı qızdır. Təşəkkür edirik. Bəri xanım. Mən də qızım səni təbrik edirəm. Çox gözəl, çox mükəmməl. Hamısı içindən gəlirdi şeirlər. Elə belə duya-duya deyirdin o şeir. Bir var şeiri deyir, bir də var onu duyur, içindən gəlir, çatdırır fikirlərini, hamıya çatdıra bilir. Təbrik edirəm. Uğurlar sənə bu yolda. Təşəkkür edirik. Dəyərli izləyicilərimiz, Meyrənsə Mürsəlovanı bu yarışmada görmək istəyirsinizsə, SMS kodu 8-dir. Namirvan.az saytına daxil olub 1510 20 50 100 250 və 500 səs göndərə bilərsiniz. Nahid, söz səndədir. Bəli, bugünkü 6-cı və son iştirakçımızı dəvət etmək istərdim. SMS kodu 3 olan Mehdi Rizaidir. Xoş gəlmişsən Mehdi. Mehdi də bugün şeirlə qarşımızda olacaq. Buyur, salamlaş və müraciətini et. Mən buradan bütün Azərbaycan xalqını salamlayıram. 8 mart bayramınızı təbrik edirəm. Bayramınız mübarək olsun. Mən bugün deyəcəyim şeiri bütün analarımıza həsr edirəm. Mehdi Rizai, SMS kodu 3. Fon musiqimiz səslənsin. 8 mart bayramınız mübarək olsun. Hər zaman göz yaşı, sevinç yaş olsun. Dəyərli xanımlar, həm də analar, Allahım hər zaman sizi qorusun. 8 mart bayramınız mübarək olsun. Xanımlar hər zaman evin bəzəyi, gül kimi təmizdir qadın ürəyi. Qadınlar zərifdir zənnət mələyi. Allahım hər zaman sizi qorusun. 8 mart bayramınız mübarək olsun. Mənim budur arzum, budur diləyim. Ham xoşbəxt olsa sevməz ürəyim. Mənim üçün dəyərli anamdır rəyim. Allahım hər zaman sizi qorusun. 8 mart bayramınız mübarək olsun. Təşəkkür edirəm. Mehdi Rizai, SMS kodu 3. Məlayət ana. Sən ürəyinə qurban olum. Qəşəng. Çox, bilirsən necə, çox əla. Uğurları bol olsun. Təşəkkür edirəm. Süzayət ana. Çox gözəl. Mehdi mənim dostumdur. Hər dəfə də görən kimi qaçır yanıma.
Yəni mən istəyərəm ki, Mehdiyə çoxlu SMS-lər gəlsin. Onun istedadı da gözəldir, yaddaşı da gözəldir. Yəni elə özü də gözəldir. Uğurların bol olsun Mehdi. Təbrik eləyirəm səni. Təşəkkür edirəm. Müəllimlərimi də salamlayıram. Yadımdan çıxmış deməyim. Və mən buradan Ruslan qardaşımıza, bəstəkar müğənnimiz, 3000-dən çox şəhidimizə mahnı həsr eləyən Ruslan Səfəroğlu'dan xahiş edirəm. Zaten bizə söz verib və bilirəm ki, edəcək. Amma bizim 23 Mart bilirsiniz ki, Nizami Kino Mərkəzində inklüziv uşaqlarla sağlam uşaqların birgə Biz Birlikdə Güclüyük adlı konserti baş tutacaq və həmin konsertdə məşhur simalarla duetləri hazırlanır. Və Ruslandan xahiş edirəm, Ruslan, yəqin ki, bizi izləyirsən və səsimizə səs verərsən. İzləməsə də bilirəm ki, Məlayət ana və Sücayət ana sizin sözünüzdən çıxmaz, edəcək bunu. Onun qəlbinin də gözəlliyinə mən bələdəm. Mehdinin ən böyük arzularından biri mahnı oxumaqdır və Ruslanın hər hansı bir mahnısından fərqi yoxdur. Birini seçər Mehdi və onu duet şəklində biz həmin konsertdə eşitmək istəyərik. Rəvan müəllim, doğrudan da Ruslan müəllimin çox böyük ürəyi var. Bəli, mən bilirəm ki, o səsimizə səs verəcək. Bilirəm ki, siz də onu çox sevirsiniz, biz də. Yəni, övladımız qədər sevirik. Onda o böyük ürək var. Bu 4 ildə özünüz yaxşı, 5 ildə şahidsiniz ki, o çox istedadlıdır da. Yəni, bütün özünü, yəni mahnılarını şəhidlərə həsr eləyib. Biraz bir ay olar ki, Ruslan müəllim nəsə çox pis xəstələnmişdi. Biraz səhhətində doğrudan da keçən dəfə gələndə də gördünüz ki, problemi var. İnşallah, inşallah Ruslan müəllim çox ürəkli, çox vətənpərvər, çox verdiyi sözə əməl eləyəndir. İnşallah Mehdiyə də kömək eləyər, uşaqlara da. İnşallah. Ruslan müəllimi də salamlayırıq, onu biz çox sevirik. Rəvan, bilirsiniz də, şəhidlər təzə olanda bütün rayonların elə vaxt olurdu ki, Ruslan müəllim evinə belə getmirdi. Heç bir insan deyə bilməz ki, Ruslan müəllim qədər şəhid ailələrinin yanında olan olub. Yox. Hər zaman şəhid ailələri olsun, qazilər olsun, həmişə Ruslan müəllim onun yanında olub. O qədər bu 4 ildə, 5 ildə özünüz də bilirsiniz də, o qədər belə uşaqlar olsun, şəhid ailələri olsun, hər zaman yanında olub. İndi də mütləq o Ruslan müəllim belə şeylərdə bilirsiniz ki, heç vaxtı başqa boyun qaçırdan deyil. İnşallah Allah qoysa yazar. İndi özü də baxır, yəqin izləyir, buradan da salamlayırıq, yazar inşallah. Təşəkkür edirəm, var olun. Ruslan müəllimi də salamlayırıq. Müsailə xanım. Gözəl şeir idi. Həm şeirdə gözəl şeir idi, gözəl də çıxış oldu. Doğrudan şeiri özünə məxsus söylədi, çatdırdı şeiri. Əsas odur ki, biz onu qəbul elədik. Çox dəyər belə təsirləndirdi. Məni şəxsən çox qəşəngdə idi. Xoşladım, şeiri də xoşladım, çıxışını da xoşladım. Afərin sənə, uğurların bol olsun. Təşəkkür edirəm. Var olun, Canana. Mən də Mehdini çox sevirəm. Gülərizdir hər zaman. Gözəl enerji ötürür. Şeiri də gözəl dedi. Təşəkkür edirik Canana. Fəri xanım. Çox gözəl dedi. Nəsə biraz narahat idi uşaq. Narahat idi. Narahatlığına görə də biraz bir tələskərlik eləyirdi. Çox gözəl. Təbrik edirəm. Təşəkkür edirik. Dəyərli izləyicilərimiz, Mehdi Rzayını bu yarışmada görmək istəyirsinizsə, SMS kodu 3-dür. Number1.az saytına daxil olub səs verə bilərsiniz, dəstək ola bilərsiniz. Qeyd edim ki, bizim digər 3 iştirakçımız Aydan Həmidova, Zəhra Yusifova, İsmail Məmmədli. Əslində Zəhra Yusifova bizə məlumat verməyib, niyə gəlmir. Amma İsmail Məmmədli ilə Aydan Həmidova bildiriblər ki, səhhətlərində bir balaca problem yarandığı üçün bugün aramızda ola bilməyiblər. Amma yenə də deyirəm, SMS-lə həyata keçirilir bu yarışma. Əgər SMS-ləri olmasa, avtomatik yarışmadan efrimizin sonuna qədər hələ ki vaxtımız var. Avtomatik yarışmanı tərk edəcəklər. Və qeyd edim ki, hal-hazırda gözləmə otağında olan iştirakçıların adlarını qeyd etmək istəyirəm. Mehdi Rzayi, Raul Məmmədov, Kamal və Əli və Meyrənsə Mürsəlova. Hal-hazırda bu 4 nəfər gözləmə otağındadılar. Bu o deməkdir ki, yarışmanı bu 4 nəfərdən biri tərk edə bilər. Dəyərli münsiflər heyətimiz, efirimizin sonunda bir nəfəri gözləmə otağından sizin
yəni verdiyiniz səslərin nəticəsində gözləmə otağından xilas edə bilərsiniz. Odur ki, mən sizin obyektiv qərar verməyinizə inanıram, əminəm və bilirəm ki, ən layiqlisini yarışmada saxlayacaqsınız. Və qeyd edim ki, bu günlərim xilas etdiyiniz iştirakçını gələn həftə yarışmada saxlaya bilməyəcəksiniz. Çünki ardıcıl olaraq hər həftə bir iştirakçının adını çəkmək olmaz. Bu yarışmanın qaydalarıdır. Ümumilikdə iştirakçılarımızın çıxışlarını izlədik. Tamaşaçılarımıza bir daha qeyd etmək istəyirəm ki, sevdiyiniz, bəyəndiyiniz, dəstəklədiyiniz iştirakçını yarışmanı tərk etməsini istəmirsinizsə, number1.az saytına daxil olun, Azərbaycan Ulduzu papkasını seçin və orada bu günlərim çıxış edən iştirakçıların adları çıxacaq. Onlara səs verin, dəstək olun. Zamanında səs verin, dəstək olun ki, sonra gec olmasın. Reklamların vaxtıdır, reklamlardan sonra davam edəcəyik. Davam edirik dəyərli izləyicilərimiz və iştirakçılarımızın çıxışlarını izlədik. Səs vermə davam edir. Birazdan həftənin lideri bəlli olacaq kimin olduğu. Amma indi siz istəyərdik ki, səhnəyə kimi dəvət edək. Azərbaycan Ulduzu 2 istedad yarışmasının qalibi Özil İsmailzadəni alqışlarla dəvət edək. Necəsən Özil? Yaxşıyam, siz? Papağın da var. Taxırsan başına papağı? Birazdan? Hayır, dekor kimi yəqin üstündə qalır. Necəsən, necə gedir işlər? Belə də, normal. Və qeyd edim ki, bir elanı nəzərinizə çatdırmaq istəyirəm. Birazdan afişamız da inşallah ki, ekranda görsənəcək. Gəl elə ifanə et, ondan sonra elanı nəzərində çatdıraram tamaşaçıların. Özünün ifası səslənsin. Gözəlim qəlbimlə bağlıyam sənə, əziyyət edərmi sevən sevənə? Gözəlim qəlbimlə bağlıyam sənə, əziyyət edərmi sevən sevənə? Yandırdın qəlbimi aman, ey qaşları çaman, məni dərdə salan yar, sənsiz yaşaya bilmərəm, ey sevgili canam, saf sevgimə inan. Yandırdın qəlbimi aman, ey qaşları çaman, məni dərdə salan yar, sənsiz yaşaya bilmərəm, ey sevgili canam, bu eşqimə inan. Səni görməyəndə fənadır halım, İntizarda qoyma qadam mən alım. Səni görməyəndə fənadır halım, İntizarda qoyma gəl qadan alım. Yandırdın qəlbimi aman, ey qaşları çaman, məni dərdə salan yar, sənsiz yaşaya bilmərəm, ey sevgili canam, saf sevgimə inan. Yandırdın qəlbimi aman, ey qaşları çaman, məni dərdə salan yar, sənsiz yaşaya bilmərəm, ey sevgili canam, bu eşqimə inan. Yandırdın qəlbimi aman, ey qaşları çaman, məni dərdə salan yar, sənsiz yaşaya bilmərəm, ey sevgili canam, saf sevgimə inan. Yandırdın qəlbimi aman, ey qaşları çaman, məni dərdə salan yar,
Azərbaycan Ulduzu 2 istedad yarışmasının qalibi Özil İsmailzadə. Orxan hazırdırsa, Özilin sürprizi baxsın ekrana. Belə çevrələk. Budur. Afişamız hazırdır. May ayının 25-i axşam saat 19:00-da Azərbaycan Ulduzu 2 istedad yarışının qalibi Özil İsmailzadənin Sönməz Ulduzam adlı solo konserti olacaq. Alqışlayaq onu və təbrik edirik. Uğurların bol olsun Özil. Özil hələ şokdadır. Özil şokdadır. Bəli, mən özüm göndərməmişdim afişanı sizə ki, bu efirdə sürpriz olsun, bəli. Yəni sən bu cür şərait yaratmısan, istedadları Nizami Kino konsert belə Mərkəzinin təşkil böyük salında 500 nəfərin qarşısında İnan ki, çıxış edəcək. böyük müğənnilər var ki, heç bu şansı əldə edə bilmirlər. Və tək çıxış etməyəcək. Onu da deyim ki, bir neçə məşhur simalarla duetləri də hazırlanır. İnşallah Sönməz Özil, ulduzumuzdur da Özil. Ay Özil, yəqin mənlə də bir duetin olar. Yandırdın qəlbini, mənə oxurdun da canım. Mən susum, yaxşı susum. Kimdə nə görür istəyir canını. Susum, hayır, bu dəfə sən danış. Özil, buyur tamaşaçılara sözün varsa, buradakı iştirakçılara sözün varsa, buyur. Hər kəs salamlayıram. İştirakçılara uğurlar arzu edirəm. Şəhidlərin də başında baş Biz də əyirəm. sənə uğurlar arzulayırıq. Və mən Özilin anası və nənəsinə xüsusi təşəkkürümü bildirirəm. Sevinç xanım, Sevdə xanıma. Nənəsi o qədər həyəcan keçirdir onun əvəzinə. Zaten ailələrində qonaq olduq. Qalib olarkən olduğu vaxt ərzində sujetimiz var idi. Özü səni təbrik edirəm, sənə uğurlar arzu edirəm. Bax, daim belə irəli. Baxın, yarışmamızın qalibidir. Amma görün, yarışma bitər-bitməz öz üzərində çalışır, hazırlaşır ki, peşəkar böyük səhnəyə addımlar atsın və 25 may tarixində sənin bu sənətdə atdığın, böyük səhnəyə atdığın ilk addım olacaq və bu ilk addımda sənə uğurlar arzu edirik. Alqışlarla özünü yola salırıq. İndi isə kimi dəvət edirik? Bizim gözəl göyçək, ulu göyçə qızları. Dəvət edirik ulu göyçə qızlarını. Hər zaman olduğu kimi bugün də yeni ifaları ilə qarşımızda olacaqlar. Bax, bu qızların da hansı cəhətləri xoşuma gəlir, öz üzərlərində çalışırlar. Hər efirimizə gəldikdə fərqli-fərqli ifalarla tamaşaçıların qarşısına çıxırlar. Hansınız danışmaq istəyirsiniz? Özellikle ekran qarşısında əyləşən hər kəs salamlayırıq. Dəyərli şəhid analarını salamlayırıq. Qarşılarında baş əyirik. Rəvan bəy, Nahid bəy sizi salamlayırıq. Yarışmacılara uğurlar arzu edirəm. Nə yaxşı ki, bizə efirlərinizə dəvət edirsiniz. Sizə çox minnətdarıq. Nə yaxşı ki, bizim də yolumuz buradan keçdi. Nə yaxşı ki, bəli, sizi də tanıdıq. Çünki siz artıq Azərbaycan Ulduzu layihəsinin yetirmələrisiniz və bizim üçün xoşdur. Bizim üçün fəxirdir ki, bizim uşaqlar bu cür inkişaf edir. Və qeyd edim ki, 23 mart saat 17:00-da Nizami Kino Mərkəzinin böyük salında Ulu Göyçə qızları qrupu, Özil İsmailzadə, burada olanlar arasında Nihadın da çıxışı olacaq, Nihad Məmmədov. Daha sonra kim? Mehdini də dəvət elədik, Mehdi də həmin konsertdə olacaq. Dəyərli izləyicilərimiz, siz də həmin konsertdə iştirak etmək istəyirsinizsə 055-645-1965 nömrəsi ilə əlaqə saxlayıb biletləri əldə edə bilərsiniz. Qızlardan kimsə danışmaq istəyən var başqa? Verim sənə danış. Danışırsan? Axşamınız xeyir. Öncəliklə hər kəsi salamlayıram burada. Qabaqdan gələn 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə nənələrimizi, anamızı, bacılarımızı və şəhid anaları buradan təbrik edirəm. Bütün iştirakçılarda uğurlar arzu edirəm. Və babanın adı necə idi? Məqsəd. Məqsəd babamızı da salamlayırıq. Qeyd edək ki, Ulu Göyçə qızlarının Məqsəd babaları var. Hansı ki, yarışma başlayan gündən sona dək onların yanında oldu, dəstək oldu. Hər kəsə elə baba arzu edirəm. Çünki qızları çox sevir və hər zaman onların yanında dəstəkdir. Mahnıları səslənsin Ulu Göyçə qızları. Aşıq gələr xalqa tərif yaza bayram günləri, əlində saz şirin avaz yaza bayram günləri. Aşıq gələr xalqa tərif yaza bayram günləri, əlində saz şirin avaz yaza bayram.
Təşəkkür edirik Ulu Göyçə qızları. Ulu Göyçə qızları təşəkkürümüzü bildiririk və əyləşə bilərsiniz. Növbəti bizim Azərbaycan Ulduzu 2 istedad yarışmasının 3-cüsü olan Nihat Məmmədovu dəvət edirik. Bizim Nihat çox məşhurdur öz yaşıdları arasında və onu sevən bir fanat ordusu var. Və qeyd edim ki, Nihat yaşın az olmasına baxmayın. Nihat hətta müəllimlik edir. Tələbələri də var. Neçə tələbən var? 30-40 yaxın. Ay maşallah, 30-40 nəfər. Mikrofona danış, salamla tamaşaçıları. Hər kəs salamlayıram, xoş gəlmişsiniz. 8 mart münasibəti ilə bütün anaları, bütün bacıları təbrik edirəm. Mən buradan iştirakçılara uğurlar arzu edirəm. Neçə yaşın var Nihat? 11. 11 yaşında. Toylardır, bəli, baxmışam, izləmişəm. 30-40 tələbəsi olmağı bizə nə demək? Bu o deməkdir ki, Nihat, sən 10 ildən sonra o say, o 2 dənə 0 gələcək onların yanına. Bəli. 30-40 yox, haradasa 300, 500, 3000 hətta ola bilər, tələbələrin olsun. Uğurlar arzu edirik sənə və sənin də ifan səslənsin. Yeni mahnıdır Nihatda. Eşidək. Ailəmin arzusu sevintiyəm mən, dəyərli mirvariyəm, intiyəm mən. Musiqi rəqsdir çox sevdiyim, mənim bunlardan ayrı yox sevdiyim. Soruşsaz ki adım nədir, adım Nihatdır mənim. Ürəyə yatan davranışım var, çox həyatdır mənim. Amma heyrandır mənə, birdəniyəm bir dənə. Amma heyrandır mənə, birdəniyəm bir dənə. Soruşsaz ki adım nədir, adım Nihatdır mənim. Yaylıbadım TikTok, Instagrama. Mən yenilik gətirirəm proqrama. Həm oxumağım, həm də rəqsim əladır. Deyirlər bu Nihatlı bir dünyadır. Soruşsaz ki adım nədir, adım Nihatdır mənim. Ürəyə yatan davranışım var, çox həyatdır mənim. Amma heyrandır mənə, birdəniyəm bir dənə. Amma heyrandır mənə, birdəniyəm bir dənə. Soruşsaz ki adım nədir, adım Nihatdır mənim. Hamı heyran olur mənim rəqsimə. Baxan bir də baxır, düşür telisimə. Kral müəllim öyrədib rəqs mənə. Təşəkkür eyləyirəm müəllimim sənə. Soruşsaz ki adım nədir, adım Nihatdır mənim. Ürəyə yatan davranışım var, çox həyatdır mənim. Amma heyrandır mənə, birdəniyəm bir dənə. Amma heyrandır mənə, birdəniyəm bir dənə. Soruşsaz ki adım nədir, adım Nihatdır mənim. Soruşsaz ki adım nədir, adım Nihatdır mənim. Ürəyə yatan davranışım var, çox həyatdır mənim. Amma heyrandır mənə, birdəniyəm bir dənə. Amma heyrandır mənə, birdəniyəm bir dənə. Soruşsaz ki adım nədir, adım Nihatdır mənim. Ürəyə yatan davranışım var, çox həyatdır mənim. Amma heyrandır mənə, birdəniyəm bir dənə. Amma heyrandır mənə, birdəniyəm bir dənə. Soruşsaz ki adım nədir, adım Nihatdır mənim. Təşəkkür edirik. Nihat Məmmədov, Azərbaycan Ulduzu 2 istedad yarışmasının 3-cüsü. Nihat, təşəkkür edirik sənə və uğurlar arzu edirik. Qeyd edim ki, Nihat bizim ən çox fanat ordusu olan iştirakçılarımızdan biri idi. Ümumiyyətlə, mən çox sevincliyəm. Nəyə görə sevincliyəm? Yarışmamızın finalistləri artıq biz hal-hazırda Azərbaycan Ulduzu 3-deyik. İstər 1 olsun, istər 2 olsun.
hər buraxılışda finalistlər layiqli finalistlərdir və biz onları təqdim edəndə, onları səhnəyə dəvət edəndə fəxarət hissi ilə dəvət edirik. Çəkinmədən, utanmadan. Bəzən bizə suallar verirlər ki, təbii ki, bu iştirakçıların arasında zəifləri də olmalıdır ki, biz onların içərisindən ən yaxşılarını, təbii ki, bunun tamaşaçıların da qərarı burada önəmlidir, ən yaxşılarını seçək. Və əsas odur ki, sonda, finalda ən yaxşıları qalır. Təbii ki, bunların hamısı yaxşıdır bizim üçün. Sadəcə zamanla, yavaş-yavaş bunlar öz üzərlərində çalışmalıdırlar ki, daha böyük səhnələrdə, daha böyük addımlarla irəliləsinlər. Vaxt vədə çatdı Canana haqqında danışmağa, amma Canana, səninlə keçməmişdən əvvəl bizim sponsorumuz Sleep Baby bezləri haqqında danışmaq istəyirəm. Dəyərli izləyicilərimiz, dəyərli xanımlar, analar, bacılar, əgər siz də övladlarınızın sağlamlığını düşünürsünüzsə, həm cibinizə qənaət etmək istəyirsinizsə, xanımların və uşaqların seçimi olan Sleep Baby bezlərinə müraciət edə bilərsiniz. Sleep Baby bezləri Azərbaycan bazarında bu qiymətə bezlər yoxdur. Çünki həm yüksək keyfiyyət, həm də cibinizə qənaət etmiş olursunuz Sleep Baby bezlərindən alıb istifadə edərək. Bu bezlər həm say olaraq digər bezlərdən çoxdur. Xatırladım ki, hər bağlamada 10 ədəd digər bezlərdən çoxdur. Bununla da siz cibinizə qənaət etmiş olursunuz. Çünki 10 ədəd say olaraq o qədər də az bir say deyil. Və 1 nömrədə 100 ədəd, 2 nömrədə 90 ədəd, 3 nömrədə 80 ədəd, 4 nömrədə 70 ədəd, 5 nömrədə 60 ədəd, 6 nömrədə 50 ədəd və 7 nömrədə 42 ədəd mövcuddur. Bizim proqramımızı izlədikdən sonra müraciət etsəniz, Sleep Baby bezləri tərəfindən müəyyən fərqli hədiyyələr sizin yolunuzu gözləyir. Odur ki, bizim seçimimiz Sleep Baby bezləridir. Sizə də məsləhət görürük. Sleep Baby-nin o fərqliyi var ki, allergik... Bəli, bilirsiniz ki, bəzi bezlərdə Canana sözünə qüvvət. Gəl bura Canana, qəşən reklam edirsən, gəl bura. Amma Sleep Baby bezlərinin heç bir reklama ehtiyacı yoxdur. Çünki, üzr istəyirəm, alıb istifadə edə bilərlər. Bəli, təşəkkür edirik. Xüsusi təşəkkürümüz Lətif bəyədir. Canana, təbrik edirəm səni. Eşitdiyimizə görə Türkiyədə ödülə layiq görüldün. Bizim gözəl mahnılarımızdan biri olan Çırpınırdı Qaradəniz mahnısını istədilər səndən. Sən də ifa etdin və... Məsuliyyətli iş mənə tapşırmışdılar. Düzdür, səni yıxdılar, sürüdülər hər zaman olduğu kimi. Yox, bizimkilərdən gedir söhbət. Bəzi saytlardan gedir söhbət. Dinlə də bir axırı sözünün sonunu dinlə. Türklər bəyəndilər, türk qardaşlarımız bəyəndilər. Bəyənməsək də sən ödül verərdilər. Ödülümüz də buradadır. Təbrik edir. Alqışlayaq Canananı. Uğurların bol olsun. Mən də fəxr edirəm ki, bir Azərbaycanlı qız olaraq qardaş ölkədə Azərbaycanı təmsil edirik. Yəni biz üçümüz getmişdik bir komanda olaraq. Biz Nahidlə bizə Number One Production tərəfindən verildi. Azərbaycanın ən başarılı nömrə 1 şirkəti adına. Çünki bizim burada gördüyümüz layihələr sağ olsunlar ki, qardaş ölkəmizdə artıq ikinci dəfədir ki, Altun Media ödülünə layiq görüldü. Və Canana, səni də təbrik edirəm, sənə uğurlar arzu edirəm. Səni o yıxıb sürüyənlərə fikir vermə. Varsan ki, yıxıb sürüyürlər. Reklamlara bağlanaq. Mənə güc verirlər də. Bəli, reklamlardan dərhal sonra Canana ilə bağlı maraqlı açıqlamalarım olacaq. Çırpınırdın Qaradeniz, baxıb Türkünün bayrağına. Çırpınırdın Qaradeniz, baxıb Türkünün bayrağına. Ah ölmədən bir görsəydin, düşə bilsəm toprağına. Ölmədən bir görsəydim, düşə bilsəm toprağına.
Türk'ün bayrağına. Kafkaslardan aşmışık biz, Türklüğe şanı katmışık biz. Kafkaslardan aşmışık biz, Türklüğe şanı katmışık biz. Azərbaycan bayrağını Qarabağda asmışık biz. Azərbaycan bayrağını Qarabağda asmışık biz. Türk'ün şanlı bayrağını Qarabağda asmışık biz. Azərbaycan bayrağını Qarabağda asmışık. Təşəkkür edirik Canana İskəndərli. Bir Düzdür ifadə Canana, bu. əvvəl-əvvəl sənətə gələndə qalmaqallarla gəldin, amma mən səni qalmaqalla irəli getməni istəmirəm. Canana artıq neçə ildir ki, biz yaxın dostuq. Amma digər saytlardan və ya aparıcılardan fərqli olaraq bilirsiniz ki, Canananın mövzusu hər zaman yaxşı reytinq verib, yaxşı reytinqli mövzu olub. Amma heç vaxt mən o mövzuya toxunmamışam. İstəməmişəm onun üzərində reytinq Çünki sən toplayım. mənim qardaşımsan. Heç vaxt istəməmişəm. Amma halbuki həftənin 5 günü yanımızdadır. İstədiyimiz zaman o mövzuya toxunub qalmaqal yarada bilərik. Mənlik deyil elə bir mövzular. Amma mən səni istəyərəm ki, hər zaman səsin bax belə ucalardan gəlsin. Bu cür işlərlə tamaşaçıların yaddaşında qalasan, qalmaqalla yox. Razısınız məndən? Yəni çox məsuliyyətli Ayzərin xanımdan sonra. Və qeyd edim ki, dəyərli izləyicilərimiz, Canana ilə rubrikasını izləmək istəyirsinizsə, 7 dəqiqədən sonra efirimiz bitir və kanalı dəyişməyin, çünki çox maraqlı sujet hazırlayıb Canana və həftənin lideri. Canana, əyləşə bilərsən. Həftənin lideri kimdir, dəyərli izləyicilərimiz? Ürək döyüntülərini eşidək. Hələ səslərə stop deyilməyib. Azərbaycan Ulduzu 3 istedad yarışmasının ikinci həftəsinin lideri. SMS kodu 2 olan İbrahim Qafarov. Təbrik edirəm İbrahim. Müraciəti yaxşı oldu şəhid analarına. O bu Sücayət ana. O Samir əmsi kimdir? Samir əmsi bax. Bəli, istədiyimiz. Bəli. Təşəkkürümü bildirirəm. Çox sağ olun. Samir əmiyə, Əmsindən. İbrahim, Elvinə, hamısının adı çək. Təbrik edirik. Və neçə dəqiqəmiz qalıb Orxan? 5 dəqiqəmiz qalıb. Mən son olaraq yenidən şans vermək istəyirəm. Gözləmə otağında elə bir iştirakçılar qalıb ki, həqiqətən onlardan biri ilə vidalaşmaq bizim üçün çox ağır olacaq. Raul Məmmədov, Mehdi Rzayi, Kamal və Əli və Meyrənsə Mürsəlova hal-hazırda dörtlükdədirlər, son dörtlükdədirlər. Raul Məmmədov, SMS kodu 10, Meyrənsə Mürsəlova, SMS kodu 8, Mehdi Rzayi, SMS kodu 3, Kamal və Əli, SMS kodu 9. Bu 4 nəfər iştirakçıdan biri bugün yarışmanı tərk edə bilər. Odur ki, 1 dəqiqə vaxt veririk səs verməyə. Vüsalə xanım, fikirlərinizi bildirin. Ümumi siz kimin gözləm otağında olmağını istəmirsiniz? Elə sual verim.
Təbii ki, Meyrənsən istəmirəm ki, gözləm otağında qalsın. Çünki həm əziyyət çəkib, həm istedadı göz qabağındadır. Elə gəlir ki, hamı dəyərləndirdi. Səs verək, Meyrənsəni çıxardaq o otaqdan. Hələ vaxtı var, hələ bilinmir. Bəlkə bir dəqiqə ərzində səs vermə nəticəsi dəyişdi və Meyrənsə gözləmə otağından çıxdı. Bunu hələ bilmirik. Həftənin ikincisi. SMS kodu. Ulu Göyçəkli həyəcanla baxırlar. Deyirəm siz ikinci. Həyəcanla baxırlar. Sən. Bəli, keçiblər. SMS kodu 2 olan, üzr istəyirəm, 7 olan Əlin Ağıyev. İbrahimi deyəsən ikinci dəfə çağırmaq istəyirdim səhnəyə. Mən də onu istəyirdim. Mən də istəmirdim. Allah saxlasın. Təbii ki. Həftənin üçüncüsü özü burada olmasa da, amma tamaşaçılar onu dəstəklədi. Aydan Həmidova. Həftənin dördüncüsü. Neçə dəqiqəmiz qalıb? Və beləliklə səslərə stop deyirəm. Bu andan etibarən gələn səslər hesablanmayacaq. Həftənin dördüncüsü. SMS kodu 9 olan Kəmal və Əli. Gəlsinlər bura. Həftənin 5-incisi Mehdi Rzayev. Meyrənsə Mürsəlova bura yaxınlaşın, zəhmət olmasa. Və 2 iştirakçımız burada yoxdur. Onlar da gözləm otağında qalırlar. Raul, bura gəl. Kimin adını seçirsinizsə, vaxtımız çox azdır. Zəhmət olmasa qeyd edin. Mən deyərdim Meyrənsə. Meyrənsə. Mən də deyirəm. Meyrənsə. Canana, biraz tez. Raul istəyərdim. Raul, Salixan. Meyrənsə. Meyrənsə. Raul. O zaman Meyrənsə 3 səslə yarışmada qalır. Təbrik edirəm Meyrənsə səni. Və qeyd edim ki, Raul bu günlərim ən az səs topladığı üçün yarışmanı tərk edir. Demək istəmirəm. Çünki Zəhra Yusifova yarışmamıza hörmətsizlik edib xəbər vermədiyi üçün avtomatik yarışmadan kənarlaşdırıq. Bir layihə rəhbəri olaraq buna haqqım çatır. Onu yarışmadan kənarlaşdırdığım üçün sən qalırsan yarışmada. Raul, təbrik edirəm səni. Sağ olun dəyərli izləyicilərimiz. Gələn həftə görüşənə dək deyirəm. Sağ olun, salamat qalın. Bugün Canana ilə rubrikasını izləyirsiniz. Bugünkü Canana ilə rubrikasını özümə həsr etmişəm. Bildiyiniz kimi Canana ilə rubrikasının aparıcısı olaraq qardaş ölkə Türkiyədə altın media layiq görünmüşəm. Bir bilsəz orada daha nələr baş verib, o mükafatlandırma gecəsində daha kimlər olub. Hamısını tezliklə biləcəksiniz. Ekrana biraz da daha yaxın əyləşin. Yılın en iyi magazin sunucusu Canana Legend Star Magazine. Alkışlarla kendilerini sahneye davet ediyoruz. Azerbaycan'dan geldiler kendileri. Teşekkür ederim. Axşamınız xeyirli olsun değerli qonaqlar. Hər kəsi buradan salamlayıram. Bu gözəl tədbirdə iştirak etmək üçün çox sevinirəm. Təşəkkür edirəm. Artıq 3-cü ödülümü almışam mən Enis bəydən. Enis bəyə təşəkkür edirəm və onun komandasına, Tuba xanım, mən üçün şərəfdir ki, sizin yanınızda dayanmışam bugün. Minnətdaram. Çırpınırdı Karadeniz gəlir sizlər üçün. Çırpınırdın Karadeniz, baxıb Türkünün bayrağına. Çırpınırdın Karadeniz, baxıb Türkünün
düşebilsem toprağına. Kavanı kestim kelek çıktı, kırılası benden bıktı, bir kulağı sağır çıktı. Uydur babam uydur uydur, hayat yaşa doya doya. 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 Kestane bulamadım yar, ben seni saramadım. Elma aldım satamadım ben. Uydur anam uydur uydur, hayat yaşa doya doya. Uydur anam uydur uydur, hayat yaşa doya doya. Uydur anam uydur uydur, hayat yaşa doya doya. İyi akşamlar. Herkes salamlayırıq. Biz Azərbaycandan gəlmişik və Enes bəy sizə təşəkkürümüzü bildiririk ki, artıq ikinci dəfədir ki, bizim Number One Production-ın rəhbəri olduğumuz Number One Production-ı ödülə layiq görürsünüz. Buna görə sizə minnətdarımızı bildiririk. Nə yaxşı ki, bizim Azərbaycanda gördüyümüz işləri bu cür qiymətləndirirsiniz. Təşəkkür edirəm sizə. Ve ben de ödüllerimizi takdim etmek istiyorum. Axşamınız xeyir olsun. Azərbaycandan hər birinizə qucaq dolusu salamlar gətirmişik. Number One Production direktörü olaraq Enes bəyə və onun komandasına təşəkkür edirəm. Sizdən ödül almaq çox şərəflidir. Çox sağ olun. Təşəkkürlərimi bildirəm hər birinizə. Evet, başarılarınız daim olsun. 2 ödül birden sevgili Canan'a. Azerbaycanlı dostlara kucak dolusu selamlar. Bizi seviyorlar. Güzel mesajlarını alıyorum. Kanal S'e buradan çok selamlarımı iletiyorum. Seviliyorsunuz. Və inşallah Mehmet İlyas Bakıya gəlincə Kanal S'də bizim verilişimizin qonağı olacaq. İnşallah çok memnun olurum. Çok memnun olurum. Şeref veririz. Azerbaycan'ı çok seviyorum. Azerbaycan halkıyla zaten biz kardeşiz ve çok da özledim Azerbaycan'ı. Kanal S, sen sonsuza dek S haberlerinle S böyle öyle bir S ki rüzgarın herkesi etkilesin. Türkiye'nin en meşhur, en ünlü sanatçısının yanındayız. Hoş gördük. Nasılsınız? Teşekkür ediyorum. Hoş geldiniz bu arada. Harika görünüyorsunuz. Azerbaycan'ı zaten çok seviyorum. Öncelikle hoş geldiniz diyorum. Ayaklarınıza sağlık. İyi ki geldiniz. İyi ki varsınız. Sizleri ikinci kez burada ağırlamaktan çok mutluyum. Çok onur duyuyorum. Bana göre Türkiye'nin ve Azerbaycan'ın, hatta Avrupa'nın en kaliteli, en iyi, en güzel prodüksiyon firması size ait. Kanal S, sevgiler, kucak dolusu öpücükler sizin olsun. Bəli, əziz tamaşaçılar, ödül törənindən isti-isti görüntülərlə sizləri hali etdik. Ödül törənindən ilhamlanaraq yeni bir klipimin çəkilişlərinə başladıq. Bilirsinizmi, Türkiyənin ən məşhur müğənnisi, aktyoru, aparıcısı olan Məhmud Tüncər bu klipimdə yer aldı. İstəyirəm o klipdən isti-isti görüntüləri sizlərə təqdim edək. Uydur babam uydur uydur, hayat yaşa doya doya. Uydur babam uydur uydur, hayat yaşa doya doya. Uydur babam uydur uydur, hayat yaşa doya doya. Uydur babam uydur uydur, hayat yaşa doya doya.
satmadın, elma aldın satamadım ben. Uydur anam uydur uydur, hayat yaşa doya doya. 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 Akşam oldu güneş batar, geceleri derdim başlar, gözlerinden akar yaşlar. Uydur bacım uydur uydur, hayat yaşa doya doya. 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 Beləliklə, əziz tamaşaçılar, Canan Ayla rubrikasının sonuna gəldik. Görüşmək ümidi ilə hələlik.